Burada bar konstruksiyadır. Bar konstruksiya nədir? Bax, bunlar var. Bar isə budur. Bar. Bu ram formasında bir karkasdır, belə deyək. Bunu qoyuruq. İmplantların üstünə qoyulur və bu dəliklərdən vintlə bağlanılır. Protez də gəlib keçir bura. Bu protez artıq implantlar 5 illik ağızdadır. Protez də çoxdandan düzəldilmişdir və pasiyent indi gəlib biz bunu açdıq, təmizlədik. Altında ərklər filanlar yığılır. Onları təmizlədik və burada da rezinlər dəyişilməlidir. Bu rezinlər dəyişilir buradakı ki olsun. Pasiyent bunları adətən məsləhət bilir ki 6 aydan bir eləsin. Pasiyent artıq neçə illərdir ki bağlayın. Barı bağlamamışam ona görə. Bağlayın. Belə bir oturumlu pasiyentdir. Burada çənədə müəyyən bir əyriliklər filanlar olur. Ona görə bura daha qabarıq olur. Çənənin bu tərəfi daha çölədir. Belə ümumilikdə çeynəmədə filan da bir əziyyəti olmuyor pasiyentin. Böyük aşağı. İndi o barı, bunu gördüyümüz bu barı, bu ki bura keçir. Bunu indi ora bağlayacağıq. Burada vintlər var. Bu içində olan vintləri indi ora keçirmişəm. Bunu qoyuruq belə. Vintləri də sıxacaq ki ora bağlayaq. Açırıq. Məsələn bir vintin başı buradadır. Bax bunu da qoyuruq, sıxırıq hamısını. Bunlar çox bərk sıxa bilmirik, qırılır. Müəyyən bir tork verəcəyik bura. Yəni açarla müəyyən qədər sıxacağıq. Protezin o rezinini dəyişəcəyik. Ümumi baxım olacaq. Pasiyent gedəcək. Rayonların birindən müraciət edən pasiyentimizdir. Tərpənməz bir haldadır. Burada bir fikir verirsək, tərpənmir. Protezin də rezinlərini dəyişəndən sonra bura kip keçib qalacaq. Kimlərin ki aşağı protez ağzından çıxıb düşür. Bağlayaq. Bu bar konstruksiyadır, açırıq. O qədər də mənim xoşladığım konstruksiya deyil açığı. Burada istəsək, bu tərəfdə təxminən bir 7-11 mm arası bu tərəfə bu axırıncı implantdan sonra diş artıra bilirik. Bu axırıncı implantdan sonra. Bu tərəfə də artıra bilirik. Pasiyentin maddi imkanına görə o vaxt arxa tərəflərə implant qoymadı. Onu eləyən zaman dişlər çıxmayan olur. Yəni bildiyimiz kimi, əgər arxada sümük yoxdursa onu eləyirik. Bildiyimiz kimi dişlər çıxmır, eləmir, normal bir sümük olur. Amma bu səfər burada dodaqda bağlayın. Dodaqda bu ağız büküşlərində filan da sıxıntılar yaranmış olur. Amma protezdə bu ağız büküşlərini bundan həll eləmək olur. Çökmüş çənələrdə yəni. Çənələr əgər çökübsə, onu həll eləmək olur. Protezlə də artırmaq olur. Bağlayaq. Gülürük. Ümumi budur. Belə köhnə protezdir, yəni bir 5 ilin protezidir. Rezinləri dəyişdik, sarı rezinlər qoyduq. Bunların qaraları da olur, məsələn başqa rənglər də olur, daha sərt, amma bu dərəcə bəs eləyir. Qoyaq pasiyentin ağzına bir baxaq buna. Bu protez çıxmamaq üçündür. Burada bar vardı da, yəni göstərmişdim, yenə bir baxaq. Bağlayaq. Tak. Açırıq. Bax belə. Bax, yuxarıda artıran protezi, köhnə protezdir. Rezin yəni bu formada tutur. Belə. Yəni protezi ağzından düşən adamlar üçün bu son dərəcə gözəl bir versiyalardandır. Bağlayın. Nə qədər müddətdir rezin dəyişmişdiniz axırıncı dəfə? 7-8 ay bundan qabaq. 7-8 ay bundan qabaq. Yəni ümumiyyətlə riski birdən belə boşalır, zaman keçdikcə yavaş. Yox, zaman keçdikcə. Yəni belə konstruksiyadan razısınız? Bəli. Hər şey yeyib içmək olur. Olur. Rahatlıqla. Barək deyilən.